hansı cümlədə mənsubiyyət şəkilçili söz adlı halda deyil. Yəni mənsubiyyət şəkilçili söz olsun, amma adlı halda olmasın. Mənsubiyyət şəkilçili söz adlı halda olması nə demək istəyir? Yerlik, yönlük, təsirlik, yerlik, çıxışı halın şəkilçisini götürsün. Deyir onun sözlərində kök cəm mənsubiyyət hansı haldadır? Adlı haldadır. Sizin qələbəniz, qələbə sizə aiddir yoldaşlar, bu da adlı haldadır. Uşaqlar yerdən ağac yarpaqları. Ağac yarpaqları, ağacın yarpaqlarıdır. Mənsubiyyətdir. Amma nəyi toplayıblar? Ağac yarpaqlarını toplayırdılar. Bu olacaq yoldaşlar variantımız. Çünki təsirlik haldadır. Anası onu evə səslədi. Onun anası adı haldadır. Onun sevinci adı haldadır yoldaşlar. Nəticədə götürəcəyik C variantı. Bildiniz? Çünki təsirli haldadır. Gəldik 2-yə baxırıq. Bax, ikinci suala baxın. Otlaq, Gülüstan, çəmənlik. Hamısı nədir yoldaşlar? Hamısı yer bildirən düzəltmə isimlər. Yer bildirən düzəltmə isimlər. Zərflik yer bildirmir. Zərfdən zərflik. Normalda bunların hamısı isimdir. İsmə görə təyin edə bilməyəcəksiniz onu. Baxırıq ki, zərflik isim, quşçuğaz əzizləmə bildirir. Sənətkar sənət-peşə bildirir. Sıxıntı mücərrət anlam bildirir. Amma üzümlük nədir? Üzümlük. Yer anlamı bildirən düzəltmə isim. Bu səbəbdən götürəcəksiniz D variantı. Çünki məntiqlə sizdən nə istəyir? Yer anlamlı düzəltmə isim istəyir. Görsən, otlaq hara, Gülüstan hara, çəmənlik hara. Yox, o şəkildə irəliləməli deyilsən. Otlaq hara, Gülüstan hara, çəmənlik hara, üzümlük hara. Gördünüz, hamısına hara sual verməliyiz. Sonra gəldik 3-ə baxırıq. Biri fiildən düzələn isim deyil. Bax, hesab nə? Hesabdar kim? Hörmək, boyamaq, düşünmək, döyməkdən döyünmək, döyünməkdən də döyüntü. Yəni, döyüntü, düşüncə, boyaq, hörgü fiildən yaranır. Amma hesab ismindən nə yarandı? Hesabdar ismi yarandı. Demə, variantı olur C variantı. Bəli. Gəldik, hansı cümlədə mənsubiyyət şəkilçili söz var deyirsə, indi diqqətlə baxırıq. Deməli, yoldaşlar, hansı cümlədə mənsubiyyət şəkilçili söz var? Bax, deyirsən ki, onun papağı yerə düşdü. Onun papağı. Nədir bu? Mənsubiyyət şəkilçili söz. İndi B variantında oxumamışdım. Nəyi? Dərsi. O dərsi, bu dərsi. Bu nədir yoldaşlar? Təsirlik haldır. Uşağı bağçaya qoydum. O uşağı bağçaya qoydum. Təsirlik haldır. O səhnəni çox sevirdi. Səhnəni, haranı səhnəni? Yenə təsirlik haldır. Həmin tamaşanı, o tamaşanı təsirlik haldır. Deməli, demişdi ki, qarşısına yerik halda olan söz əlavə edirsinizsə, onun papağı yerə düşdü. Kök mənsubiyyət adlı haldır. Gəldik, adlı haldadır. Sizə nə qədər bunu başa salmışdım normalda. Aldım nəyi? Çantanı. Nəyi? Çantanı. Təsirlik haldadır. Çantam evdə qalıb. Nə deyirsən buna? Mənim çantam evdə qalıb. Kök plus mənsubiyyət adlı hal. Yəni, nəticədə adlı hal istədiyi üçün götürürük variant B kimi. Həyətimizdə çanta dükanı var. Burada nə demək yoldaşlar bu? Çantanın dükanı var. Gəldi bu olur, yerik hal. Çantanın rəngi qaradır. Burada da çantanın yerik hal. Yusif bacısına çantanı aldı. Bu da təsirlik hal. Nəticədə variantımız oldu B variantı. Deməli, bu da şifahi bir sualdır yoldaşlar. Səndən soruşur ki, ismin hansı halında işlənən söz xəbər ola bilmir? Sən konkret əzbər olaraq bilirsən ki, təsir yox, xəbər olur. Sən bunu da səhv yazırsansa artıq da mən sözüm yox. Gəldik, qeyri-müəyyən yerlik halda olan isimlərdən birini müəyyən yerlik hala çevirmək olmur. Bax, Nizaminin şeiri, dağın havası, ananın sevgisi, şairin sözü. Amma yazının taxtası deyə bilmirsən axı.
Başa düşdük? Yəni bu qeyri-müəyyənlik haldadır, amma Məsələn, əsl, yaz deyildi. yəni əsl sahibi, taxtanın əsl sahibi yazı deyil axı. Ona görə bu qeyri-müəyyən müəyyənə çevrilir. 8-ə baxırıq. İsimlərdən biri yalnız üçüncü şəxsin. Məsələn, bunu sən hansı məntiqlə səhv yaza bilərsən? Deyirsən, mən şagirdəm, sən şagirsən, o şagirddir. Biz şagirdik, siz şagirdsiniz, onlar şagirddirlər. Xeyr. Beydir. Deyə bilmirsən axı mən ağacam, sən ağacsan. Ancaq deyə bilirsən ki, həyətdə görünənlər ağacdır, məsələn, ağacdır. Və yaxud da deyirsən ki, bu meyvə ağacıdır da, yəni dır qəbul edə bilir. Axı bu birlərin hamısını sən bütün şəxslərə görə dəyişə bilirsən şəxslərə. Dəyiş də denən. İnsandı bir dənə ağac. Mən ona görə demişəm. Deyirsən də deyirsən mən neftçiyəm, sən neftçisən, o neftçidir, biz neftçiyik, neftçisiniz, neftçidirlər. Amma deyirsən onda sən mən ağacam. Allah. Gözü çıxmasın. Şəhər həyatı. İnşallah. Bəli, bəli. Şəhərin həyatıdır. Şəhərin həyatı. Dedik ki, ikinci növ təyini söz birləşməsinin birinci tərəfi yiyəlik halda olmalıdır. Adı haldadır səmt. Düzəltmə isimləri o qədər şəkilçi əzbərləmişik. Necə seçə bilmirsən? Zəhmətkeş insan necə insan bu sifətdir. Evdar insan necə insan sual ver sifətdir. Əzabkeş insan necə insan sifətdir. Dairəvi masa necə masa, dairəvi masa sifətdir. Amma ədəbiyyat nə? Azarkeş kim? Təbliğat da düzəltmə isimdir. Deməli, ədəbdən ədəbiyyat, azarkeş, yəni ki, futbolun azarına tutulursan, azarkeş olursan, müəyyən bir şey təbliğ etsən, təbliğat olur. Sonra gəldik 11-ə baxırıq. Burada ardıcılıq istəməmişəm sizdən. Biz qayalardan çıxışlıq. Orada 2 dənə isim vardı. Şəlal. Burada cəmi 2 dənə isim vardı. Görəsən nə tapmısınız? Mən düz yazmışam. Biz qayalardan çıxan çıxışlıqdır. Tam şəlaləni seyr edirdikdə bu da təsirlidir. Bu təsiri ilə çıxışlıqdan başqa nə götürə bilərsiniz? Feildən düzələn isimləri göstərin deyirsə yoldaşlar. Bax, barış sadə sözdür. Sonra güləş ismindən güləşçi yaranıb, isimdən yaranıb. Sonra dağıntı sadədə yazmışdıq qaydaya. Sonra qarışıqlıqdakı qarışıq sifətindən yaranıb deyə götürmüşsən. Deməli, götürəcəksən yeriməkdən yeriş, qayıtmaqdan qayıdış, getməkdən gediş. Mücərrət mənalı düzəltmə isim istəyir. Yuxulu necə? Yuxulu insan necə insan sifətdir. Çalışqan insan necə insan sifətdir. Sonra yer bildirən nə qədər isim varsa hamısı konkretdir, dağıldı konkretdir. Qocalıq, yorğunluq. İndi düz dəyişib bu yorğunluq deyirik buna. Qaz lələyi qanun yazar. Qazın lələyi, yiyəlik, lələyi, onun lələyi, kök mənsubiyyət adlı, qanunu yazar. Bu da təsirlik. Deməli, götürəcəksiniz, nə götürdünüz? Yiyəlik, adlıq, təsirlik. Yiyəlik, adlıq, təsirlik. Gəldi, indi 15-ə baxırıq. Tərəflərdən biri ayrılıqda işlənə bilməyən mürəkkəb ismi göstər. Bax, əyri-üyrü yol necə yol? Bu sifətdir. Əzik, üzük, kağız. Necə kağız? Sifətdir. Sonra oğul, uşaq yaxın mənalıdır. Yorğan döşək yaxın mənalıdır. Bəzək, düzək. Bəzək var, düzək yoxdur axı. Götürürsən əkin. Əkin ismindən əkinçi. Bəli, bəli. İsimdən üzərən isim. Toxumaqdan. Toxucu yaratdın, toxumaqdan toxucu yaratdın, gözəl sifətindən gözəllik yaratdın, yazmaq feilindən yazı yaratdın, məna ismindən yaratsan da bu sifət, mənalı söz, necə sözlər? Çünki biraz diqqət işləmək lazımdır. Ancaq praktika. Biri ikinci şəxsin cəmini bildirən mənsub. Bu nə sual da yol üçün nə var bunu taxmağa? Sizin tanışınız cəmi deyir. Sənin tanışın təkidir, sizin tanışınız cəmidir. Sonra baxırsınız Fərhad 18-ə. Hansı cümlədə təsiri halda olan isim işlənib deyirsə, o yolda duran bir qocanı gördü. Düzdür, təsiri haldadır, amma isimləşmiş sifətdir bu. Qucağında bir körpə vardı, körpə də sifətdir.
Qucağında da ki yerlik halda olan isimdir. Kitabı məndə qalıb. Burada deyirsən ki, onun kitabı adı xaldadır. Qardaşı onu axtarır da, onun qardaşı. Bu da adı xaldadır. 2 stəkan suyu içdi. Təsiri halda olan isimdir. Variantınız olacaq Y variantı. 19. Qələm sözü hansı cümlədə adı xaldadır? Qələmin ucu hansı haldadır burada? Yelik. Yelik halda. Qələmin çünki qələmin ucudur. Qələmin yaxşı yazılıb. Qələmin hansı haldadır? Sənin qələmin. Bəli, adı xal. Mağazadan qələmi aldım. Təsiri hal. Qələmini qırdı. Təsiri hal. Nə qədər sənin qoya bilsək də, sondakı indən sonra Bəli, bəli. Çünki təzdən təsiri hal görsən. Qələminin rəngi bu da oldu yelik hal. Deməli, səndən nə istəyirdi? Adı hal. Götürəsən, sənin qələmin yaxşı yazılır. Bir variant. Mürəkkəb adın yazışında səhvə yol verilib. Bütün təşkilat adları, dövlət qurumları hamısı necə yazılır? Burada hakimiyyətə sözü böyük nə yazılır? Birinci qrup sözlər hansıdır? Zehin, ömür, cisim, bir də sinir. İçərisində bir dənə milli söz var. Bəli. Çünki sənə bilirsən ki, buna mənsubiyyət artırır. Kökünün son saytını itirdiyi üçün bunu adıq kimi düşünürsən. Birinci qrup sözlərdir, alınmalar deyildir. Yelik hallı isimlə başlayır. İndi buna baxın. Sənin sevgin idi, mənə ilham verən. Burada sən əvəzlikdir. Çıxırsan. Fikrin hələ də aydın olmurdu. Burada sənin fikrin hələ də aydın olmurdu deyirsə yoldaşlar. Kök mənsubiyyətdir, bu adıq haldadır. Oğlun sənin başını aşağı etməz. Burada da sənin oğlundur, adıq haldadır. Gülün ətri otağa yayılmışdı. Gülün nədir burada yoldaşlar? Yelik haldadır. Mənə yelik istəyirdi. Buradadır. Sənin qızın buradadır. Bu da olacaq adı xalda. Mücərrəd isimlər işlənmiş variantı seçin. Ay yoldaşlar, kədərli, həyəcanlı, qulaq asırıq. Sifətdir. Kədərli, həyəcanlı sifətdir. Məktəb konkretdir. Maraqlı sifətdir. Arzulu sifətdir. Dilək, sevgi, mücərrəd anlamlı isimdir. 24. Yenə hansı halda olduğunu dəqiq söyləmək olmaz deyirsə, sən baxırsan ki, burada dəqiq söyləmək olmaz deyir. Beyin, ağıl, burnun, ovucun ikinci qrup sözlərin içərisindədir. Zehin birinci qrup sözlərin içərisindədir. Həm adıq, həm yelik halda düşünürük. Bir şəkilsə söz özündən qabaqki sözü hansı halda işlənir, əvəzi və yaxud isimlə. Topluluda da var idi bu. Kim səhv yazılsa evdə tezi köçürüb gəlib. Yelik hal. 26. Biri cəmlənmir. Demişdim nələr cəmlənmirdi. Əhali, cəmaət, ictimaiyyət, peşə sənət, qoyunçuluq. Qoyunçuluqlar deyə bilmirsən aslında. Fərqləndirilmiş sözlər hansı haldadır? Deyir, dağlar dağımdır mənim. Mənim yelik haldadır. Mənim dağım. Dağım adı haldadır. Bir dənə bu çətin gəlsin sizə məsələn. Qəm mənim oylağımdır. Nə qəm adı haldadır? Mənim çağım bu da adı xaldır. Yaxşı, bir dənə bu çətin olsun sizə. Qalan hələ bir dənə çətin sual yoxdur. 26 dənə bura qədər düz yaza bilərdin. Adıq yeri, adıq. A variantı. Gəldik. Biri fiildən düzələn isimdir. Sizə sözüm yoxdur daimənin. Ağlamaqdan ağlağan sifətdir. Oxşamaqdan oxşar sifət. Oxşar hadisə necə? Düzməkdən düzgün iş, bu da sifətdir. Yormaqdan yorğun, bu da sifət. Amma qorxmaqdan, qorxu nədir? İsim. 29-a baxırıq. Mürəkkəb adların birinin yazılışında səhvə yol verilib deyirsə, mən sizə nə dedim? Dövlət emblemləri böyük nə yazılır dedim. Sözlərdən birinin hansı halda işləndiyini dəqiq söyləmək mümkündür. Qulaq asırıq. Şəkil, isim, cisim, fəsil. Bunlar aiddir birinci qrup sözlərə. Bəli, deməli götürəcəyik könlün. Kökünün son saatini itiribsə, kök mənsubiyyət adı xaldadır. 30 testin içində cəmi bir dənə sizə biraz çətin gələ biləcək test var idi. İnversiya falan var idi şeirdə. 29 yaza bilərdiniz rahat.